Bugün 27 sentyabr Anım Günü ilə əlaqədar Naxçıvan Qazilər İctimai Birliyinin üzvləri Naxçıvandakı şəhidlər xiyabanındakı şəhidlərimizi ziyarət eləməyə gəlmişik. Allah'tan cəm şəhidlərimizə rəhmət diləyirik. Məkanları cənnət olsun inşallah. Daha çattıramadım ben deneyim yok. Allah'a emanet olun. Naxçıvan şəhərindəki şəhidlər xiyabanını ziyarət elədik. İndi isə Naxçıvan şəhər məzarlığındakı şəhidlərimizin ziyarətinə gedirik. Hal-hazırda Naxçıvan şəhər məzarlığındayıq. Allah rahmet eylesin. Allah rəhmət eləsin. Allah sabır versin sizlərə. Allah sizlere sabır versin. Allah rəhmət eləsin. Allah sabır versin sizlərə. Ruhu şad olsun şəhidimiz. Allah rahmet eylesin. Allah sabır versin. Allah rəhmət eləsin. Allah sizlərə bol sabır versin. Allah məqamında olasın. Allah rəhmət eləsin. Allah sabır versin sizlərə. Ruhu şad olsun. Allah rəhmət eləsin. Allah sabır versin sizlərə. Ruhu şad olsun. Allah məqamında olasın. Allah rəhmət eləsin. Allah sabır versin sizlərə. Ruhu şad olsun. Allah rəhmət eləsin. Allah sizlərə bol sabır versin. Allah rəhmət eləsin. Allah sizlərə bol sabır versin. Ruhu şad olsun inşallah. Deməli, bugün 27 sentyabr Külüs kəndindən olan şəhidimiz Zülfü Rızayevin şəhadətə yetişdiyi gündür. Gəlmişik ziyarət eləməyə. Başkomandanımızı da selamat eləsin, bayrağımızı daha da yükseklərdə gəldi. Alınması prosesi hala da harbi ekspertler analiz edip başa düşebilirler ki Allah cəm şəhidlərimizin məqamı qüd eləsin. Bugünkü gündə bizə zəfər yaşadan oğullarımıza Allah qəni rəhmət eləsin. Qazilərimizə şəfa versin. Əyib belini, sellər tək çoxluğun şəhid anacım var, Azərbaycan. Vətən sağ olsun deyə igidim var, Azərbaycan. Bu torpaq qan tökmüşük, şəhid verib diz sökmüşük. Vətən sağ olsun, igidim var, Azərbaycan. Bütün Azərbaycan şəhidləri bir dəqiqəlik sükutla yad olunur. Allah rəhmət eləsin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, məqamları uca olsun inşallah. Sözlərə şəhidimizin qardaşı, Qəhrəman şəhidimiz Külüs kəndindən olan Zülfü Rızayevin anım günü tədbiri sona yetirir.
Allah şəhidimizə, sən şəhidlərimizə rəhmət eləsin. Məkanları canlar, məqamları uzun olsun inşallah. Hal-hazırda anım günü münasibətilə gəlmişik Keçili kəndinə. Keçili kəndindəki şəhidimiz Hamzayev Mərhamat Rizvanoğlu'nun məzarını ziyarət edəcəyik. Hal-hazırda gəlmişik Kənd Şahbuza. Kənd Şahbuzdakı şəhidimiz Emin Sadiqovun məzarını ziyarət edəcəyik. Ben sizden soracağım. Bildim. Allah rəhmət eləsin, məkanı cənnət olsun, məqamı da uca olsun inşallah. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bacım oradadır, bütün kənddə oradadır. Bütün gəlib gedən də oradadır. Ya Allaha and olsun, emri gözümə gətirmədim. Mən onları dedim. Gələsir baxacaq. Amma bir də baxıram ki, elə... Valideynler sağdır. Ama işte ayrı olarak değil. Hal-hazırda gəlmişik Şahbuz şəhərində. Şəhidimiz İlkin Muradlının bugün mövlüdü günüdür. İlkin Muradlının məzarını ziyarət edəcəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hal-hazırda Şahbuz şəhərində şəhidimiz İlkin Muradlının ev muzeyini ziyarət eləməyə gəlmişik. Allah şəhidimizə, cəm şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, məqamları uca olsun inşallah. Şahbuzdakı şəhidlərimizi ziyarət etdikdən sonra gəlmişik Şərurun Püsyan kəndinə. Şərurun Püsyan kəndində şəhidimiz Zamanlı Məmmədin bugün şəhid olduğu gündür. Gəlmişik onun ziyarət eləməyə. O şəhidimizin məzarını ziyarət elədikdən sonra gəlmişik ev muzeyini ziyarət eləyirik. Deməli bir şeyi də nəzərinizə çatdırım ki, şəhidimiz 2020-ci il 27 sentyabrda cəmi 12 saat döyüşüb və şəhid olub və ilk dəfə Azərbaycan bayrağı ordeninə layiq görülüb. Allah şəhidimizə, cəm şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət, məqamları uca olsun inşallah. Getdik götürdü. Orada bir dəyişik ki, güzlər düşmüş. Bu toxundu. Bu lazım. Bunu olar.